Amerika prezidenti Donald Trampın BMT Baş Assambleyasında çıxışına, istər Recep Tayyip Erdoğanla qapalı görüşünə, ondan başqa Marco Rubio'nun çox maraqlı açıqlaması var ki, hamı son anda bizim qapıya gəlib yalvarır. Yəni çox qəribə açıqlama var. Eyni zamanda İsrailin, daha doğrusu Fələstinin dövlətinin tanınması ilə bağlı baş verənlər ki, bu ətrafda çox maraqlı hadisələr baş verir. Amma əlbəttə ki, gündəmin əsas mövzusu Adnan Əhmədzadədir. İqtisadi təhlükəsizlik qarşı təxribat və xüsusilə külli iqtidarda mənimsəmə kimi cinayət əməllərində tam olan iş adamı Adnan Əhmədzadədən söhbət gedir. Günlərdir Azərbaycan mediası, Azərbaycan bu məsələnin müzakirəsi ilə məşğuldur və çox maraqlıdır ki, demək olar hər gün bu işlə bağlı yeni təfərrüatlar ortaya çıxır. Açıq desək, yəni Azərbaycanda yaxşı, güclü bir senari müəllifi və yaxşı, güclü bir rejissor olsaydı, hətta Oscarlıq bir kino da çəkmək olardı ki, ümid edirəm ki, Azərbaycanın məhz dediyim təbəqəyə aid yaradıcı adamları bu ideya üzərində düşünsələr yaxşı olar. Biz də əslində yaxşı filmlər çəkmək, hətta seriallar çəkməkdir. Mövzular var, sadəcə olaraq adamların ortaya çıxıb bunları səhnələşdirməsi, bunlara bədi həyat, ekran həyatı verməsi lazımdır. Ovqatqom saytına baş redaktor Heydər Oğuz qonaqlı. Heydər bəy, xoş gördük sizi. Xoş gördük Mahir bəy. Mən sizi də, sizin vasitənizlə tamaşaçıları da salamlayıram. Yəni bu həqiqətən çox ciddi bir proseslər gedir Azərbaycanda və bizim ətrafımızda. İnşallah bu imtahandan, bu qalmaqallı sınaqlardan da üzü ağ çıxarıq, qüdrətlənərək çıxarıq. Mən buna ümid eləyirəm və arzu eləyirəm ki, mənim bu ümidim doğrulacaq. Hörmətli tamaşaçılar, yayımızı bəyənin, paylaşın. Təbii ki, bu mənim həmişəki xahişimdir. Dünəndən bugünə, yəni bu mövzuda yaşananlara qısaca toxunaq. Əsas məsələlərdən biri odur ki, Adnan Əhmədzadə apellyasiya şikayəti verməyib. Yəni təbii ki, gün ərzində apellyasiya şikayəti vermək mümkündür. Adnan Əhmədzadə Fariqə Səbail Rayon Məhkəməsi 4 aylıq həbs qəti imkan tədbiri seçib. Yəni Adnan Əhmədzadə onun haqqında verilən qərardan narazı olsaydı 3 gün ərzində apellyasiya şikayəti verə bilərdi. Lakin Adnan bəyin vəkili, hətta mənim ona bəy deməyim belə bəzilərinin narazılığına səbəb olur. Görürəm şərhlərdə narazılıq bilirlər ki, ona bəy demin. Ancaq ki, yəni statusu, yəni kişi xeylağıdır demək istəyirsiniz də bəy. Bilər, yəni orada bir problem yoxdur. Deməli, Adnan bəyin vəkili Şaiq Mirzəyev bildirib ki, hazırki mərhələdə apellyasiya şikayəti verməyi zəruri saymadır. İlk 4 ayda aktiv istintaq hərəkətləri aparılır. Bu səbəbdən hələ ki gözləmək qərarına gəldik. Gələcəkdə məsləhətləşmə əsasında səhhətini və ya başqa amilləri nəzərə alaraq məhkəməyə müraciət edə bilərik. Prinsipcə, məncə apellyasiya şikayəti verməmək artıq şəxsin, fərdin bir növ cinayətini hardasa qəbul etməsi demək. Əlbəttə, yəni görürsünüz nə deyir? Deyir ki, biz məhkəmə prosesi başlayanda biz müəyyən iddialarla çıxış eləyəcəyik, amma bu iddiaların əsası nə olacaq? O olacaq ki, bunun səhhəti pisdir, bu xəstədir, ölür. Ölürsə bunu dərhal azadlığa buraxın. Yəni bunun özü də, bu sözün özü də, bu ehtirafın özü də sübut edir ki, bu adamın əməlində böyük cinayət hadisələri var. Həqiqətən də ortadadır hər şey. Bunu çox izah eləməyə, çox üzərində durmağa da dəyməz. O adamın törətdiyi cinayətlərin nəticəsində Azərbaycan neftinin qiyməti kəskin şəkildə düşübdür. Azərbaycanın etibarı məhv olub gedibdir. Söhbət ən böyük bizə vurulan zərər o etibar məsələsidir. Çünki Azərbaycan indiyə qədər neft bazarında, enerji bazarında etibarlı tərəfdaş hesab olunurdu. Hər kəs gəlirdi, bizlə müqavilə bağlayırdı. Niyə? Çünki biz öz öhdəliklərimizi vaxtında yerinə yetirirdik, qüsursuz yerinə getirirdik. Amma indi məlum olur ki, bizdə kimlərsə ortaya çıxıb, bizim kanallarla daşınan o neftə fırıldaqlar qata bilər. Fırıldaq deyəndə üzvi xlorid demək daha yaxşı olar. Fırıldaq biraz mənəvi kateqoriyadır, amma üzvi xlorid isə artıq o cinayətin izidir. Bəli, yəni bu bizim etibarımızı zədələdi. Bilirsiniz Mahir bəy, o Almaniyanın məşhur bir firması var, Bosch. Bosch nə deməkdir? Bosch bir iqtisadçının, o firmanı quran adamın adıdır. O müharibə dövründə, 2-ci Dünya müharibəsi qutarandan sonra bilirsiniz ki, Almaniyada çox dəhşətli bir pulun yenməsi də, yəni tənəzzülə uğrayırdı Alman valyutası. Buna gəlirlər, deyirlər ki, cənab Bosch, biz axı belə eləyə bilmirik. Biz bəlkə keyfiyyətsiz mal istehsal eləyək. Yəni malı bir də keyfiyyətini azaldıq. Onun məşhur bir cavabı var. Deyirdi ki, mən
malımın, o bütün varidatımın bitməsinə razı olaram, amma etibarımın əldən getməsinə razı olmaram. Yəni hətta o sözü götürürlər, boşun o firmanın şarına çevirirlər. Yəni boş, yəni o demək ki, keyfiyyətli mal. Satırıqsa yaxşı mal satırıq. Hə, Aydındır. Əgər iflas eləyəcəksə qoy eləyək, amma yaxşı mal satırıq. Fırıldaq etməyək. Fırıldaq etməyək. İndi Azərbaycanın gül kimin adı vardı? Azərbaycanla məsələ o Avropa İttifaqından gəlirdilər, deyirdilər ki, bizə qaz neft ver, qaz ver. Sonra Azərbaycan nefti bilirsiniz, Azəri Light o qazı nefti dünyanın ən təmiz, ən belə deyək, keyfiyyətli, ən bahalı nefti hesab olunurdu. Amma bu günlərə həmən neft gəlib düşübdür Brentdən də aşağı səviyyə, hətta nəinki Brentdən, Uraldan da gəlib aşağı səviyyə. Ural da bir o neft Brentidir. Ondan da gəlib aşağı səviyyə düşə bilər. Bir konkret, yəni məncə məqamlar üzərində biz mülahizə yürütsək daha yaxşı olar. Bu həm də cəlb edici olar və müzakirələrimizin axarı baxımından hansısa auditoriya, tamaşaçıya mesaj vermək baxımından, hansısa mesajlar vermək baxımından. Amma Adnanın üzərinə həbs qoyulmuş varidatı bir cibdən o biri cibə gedəcək, yoxsa büdcəyə və yaxud hansısa fonda? Bax, ən maraqlısı budur. Bu sadəcə bir ağrılı replika idi. Deməli, Adnan Əhmədzadəyə müsadirə söhbəti vardısa, o yəqin ki, belə deyək. Dövlət nəfinə tutulacaq da çox demək. Çox sayılı maşınlar, ticarət mərkəzləri, bahalı əşyalar, evlər, Sibrizdə təzə evlər almışmış. Onları açıqlayırsa o istintaq, o deməkdir ki, o dövlət nəfinə keçiriləcək. O hansını ki, mənimsəyib ciblərinə qoyurlar, o açıqlanmır. Deməli, Adnan Əhmədzadəyə yönələn ittihamlardan biri də odur ki, Azərbaycanın neft sənayesinin etibarlığına və bazar şəffaflığına zərbə vurub, məhz onun çirkləndirilməsi səbəbindən, hərçənd ki, mexanizmi mən yenə də təsəvvür edə bilmirəm ki, SOCAR-da heç bir rəsmi vəzifə tutmayan adam o üzvü xloridi, o neftə necə qatıb, bu qoy qalsın istintaqın üzərində. Əgər siz də onunla bağlı nəsə fikir bildirmək istəsəz, deyərsiniz. Çirklənmə səbəbindən Azərlight markalı neftin qiyməti 75 dollardan 68,31 dollara düşüb. Bu bir bareldə 6,69 dollar. Ucuzlaşma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirlərində 2,1 milyard dollar azalma baş verib. Amma məncə biz ixrac yerlərinin azalması, dollarımızın azalmasından daha çox məhz o dediyiniz etibarlı tərəfdaş imicinin korlanması, Avropanın gözündən düşməsi, Azərbaycanın neftdə üzvü florid qatan bir ölkə kimi tanınması üzərində daha çox dayanmalıyıq. Bəli, çox o biabırçı bir hadisədir. Bu Azərbaycanın həqiqətən qazandığı nüfuza, qazandığı imicə böyük bir zərbədir. Bu imici biz təmizləməliyik. Bu imici təkcə bir nəfərin özü dediyiniz kimi heç bir səlahiyyəti olmayan, heç bir rəsmi belə deyək ki, vəzifəsi olmayan bir insanı zərərsizləşdirməklə, bir insanı həbs eləməklə bu imici biz təmizləyə bilmərik. Mən hesab edirəm ki, bax, SOCAR-da bunun arxasında dayanan kimlər var idi? Hökumət nümayəndələri arasında bunun arxasında duran kimlər var idi? Onların hamısı cəzalandırılmalıdır, onların hamısı istintaqa cəlb olunmalıdır və özlərinin layiq olduğu həqiqi cəzanı almalıdırlar. Çünki bunları etmədən belə çıxır ki, biz hansısa məsuliyyətdən yaxanımızı suni yolla qurtarmağa çalışırıq. Halbuki Azərbaycan onu eləməməlidir. Azərbaycan nə idi eləsə, Mahir bəy, Azərbaycan həqiqətən neft, qaz məsələsində, onların satışı məsələsində həmişə özünü təmiz tutubdur, həmişə özünü belə deyək, doğruldubdur bazarda və bazarda da bizim mallara, o deyirsiniz Azəri, o light nefti, hamıdan baha olması, bütün neftlərdən baha olmasının səbəbi təkcə onun keyfiyyətində deyildi. Həm də Azərbaycanın etibarlı tərəfdaş, biznes tərəfdaşı imicində idi. Biz o imici yenidən qaytarmaq üçün, yenidən neftimizi və qazımızı, həm də qazımızı qiymətini qaldıra bilmək üçün mütləq bu məsələlərdə iti addımlarla getməliyik, heç kəsin göz yaşına baxmamalıyıq, xanını da cəzalandırmalıyıq. Mən efirdən əvvəl də sizdə söhbət əsnasında, yəni öz başa düşdüyüm, yəni mənə daha doğrusu çatan, necə deyim, o təəssüratı deyim ki, siz də belə hesab edirsiniz ki, Avropanın neft və qaz bazarından sıxışdırılıb çıxarılan və ya orada rolu
önəmli dərəcədə kiçildilən Rusiya Adnan Əhmədzadənin şəxsində Azərbaycanın neft-qaz strukturlarında, Azərbaycanın neft-qazının Avropa bazarına çıxarılması sistemində bir yaxşı etibarlı tərəfdaş, yaxşı oğlan, yəni onların təbiriz edilsək, tapıb və faktiki ondan agent kimi istifadə edib. Bəli, yəni məqsəd də nə idi? Baxın, bir növ həm də intiqam alıb sanki. İntiqam alıb. Avropanın o neft-qaz bazarına da müəyyən çəkiyə malik olmağa çalışan, bazara keyfiyyətli məhsul təqdim edən Azərbaycandan məhz bu yolla intiqam qisas almaq yolu. Bunu da niyə alıbdır? Bilirsiniz ki, bu bizim o neftdə, daha doğrusu bizdə də deyil, Qazaxıstan neftində o cür o çirkli maddənin tapılması o zamana təsadüf eləmişdi ki, Qazaxıstan öz neftini Rusiya üzərindən o nəql etməsini dayandırıb Azərbaycan üzərindən nəqlinə qərar vermişdi. Buna görə o çox ciddi də bir təqdirə layiq görülmüşdü. Qazaxıstanı hər kəs, bütün Avropa dövlətləri bəyənirdi. Qazaxıstanla bizim aramızda münasibətlər yaxşılaşırdı. Yaxşılaşır deyəndə onsuz da yaxşıdır. Yəni bu strateji müttəfiqlik səviyyəsinə gəlirdi. Azərbaycan öz öhdəsinə onu qoymuşdu ki, o həm Qazaxıstanın, həm Türkmənistanın neftini öz üzərindən, öz o kanalları vasitəsilə, öz boruları vasitəsilə Avropaya nəql eləsin. Avropanın çünki çox ciddi o neftə, enerjiyə ehtiyacı vardı. Özdə qabaqdan da qış ayları gəlir, bu ehtiyac daha da artacaq. Belə bir zamanda bu hadisə reallaşdı. Bu hadisənin reallaşmasının səbəbi, baş verməsinin səbəbini mən belə başa düşürəm ki, Rusiya o yenidən Qazaxıstanı özünə bağlamaq üçün, Avropanı fakt qarşısında qoymaq üçün ki, ya məndən alacaqsınız, ya da soyuqdan donacaqsınız. Bu siyasətə həyata keçirmək üçün o Adnan vasitəsindən istifadə eləyib, o öz böyük təxribatını törətmişdi. Bu təxribat təkcə bizə qarşı deyildi. Bu təxribat həm də Avropa İttifaqına qarşı idi, həm Qazaxıstana qarşı idi, həm o Türkmənistana qarşı idi, həm ümumilikdə Türk dünyası projesinə qarşı idi. Bu Türk dünyası projesinə qarşı olmaq həm də Türkiyəyə qarşı olmaq deməkdir. Azərbaycanın özünə də qarşı olmaq deməkdir. Azərbaycanın strateji hədəfi nədir? Orta Asiyaya açılmaq, Orta Asiya ilə Türkiyə arasında böyük bir körpü yarada bilmək. Yəni Azərbaycanın gələcəyə, perspektivə hesablanmış strategiyaları hansısa bir qanmaz adamın, belə deyək, xəyanəti nəticəsində bu vəziyyətə gəlib çıxıb. Siz hansısa bir deyirsiniz, Heydər bəy, mən bununla razılaşmıram əlbəttə ki, yəni neft satmaq, kartof satmaq deyil, yəni soğan satmaq deyil. Təbii ki, dövlətin təhlükəsizliyi ilə bağlı məsələdir, strateji sahədir və hətta siz deyirsiniz ki, mən də inanıram ki, Adnan Əhmədzadə tək olmayıb, Sokarda hansısa bir seti olub. Bununla belə Adnan Əhmədzadənin və Sokardakı qol-budağının Rusiya ilə heç bir əlaqə olmadan, Rusiya ilə təşkilatlanmış şəkildə fəaliyyət göstərmədən bu boyda cinayət həyata keçirilməsi və indi məlum olur ki, hətta uzun illər ərzində pirat donanmadan istifadə etməklə Rusiya üçün neft daşıması məncə mümkün deyil. Mümkün deyil, əlbəttə. Mən bu haqda yazmışam. Mən hətta yazmışam ki, Azərbaycanın məmurlarının 50% Rusa işləyir, digər 50% nəyə işləyir, buna işləyir, ona işləyir. Hətta mənim hesablarımla gəlib çıxmışdı 400%-ə. Mənə deyirlər ki, bu necə faiz oldu? Mən də ona belə cavab vermişdim ki, bunların içərisində elələri vardı ki, 6 yerə, 7 yerə birdən işləyirlər. Yəni Azərbaycanın çox təəssüflər olsun ki, Azərbaycanın məmurları ancaq bu agentlər arasından seçilibdir, iş başarmazlar arasından seçilibdir və onlar gətirilib ən yüksək yerlərə, postlarda işlə təmin olunubdur. Mən bunu elə-belə demirəm, Mahir bəy. Yadınızdadırsa bir vaxtlar, bir 10 il, 15 il bundan qabaq Azərbaycanın bir naziri haqqında, Azərbaycanda, Rusiya mətbuatında və Avropa mətbuatında, Amerika mətbuatında bir məlumat dərc olunmuşdu ki, bu adam həm Rusa işləyir, həm Amerika işləyir. Yəni hətta bir bu dərəcədə bacarıqlı. Hə, yəni adamı agentlikdə ittiham edirdilər və bu çox önəmli bir nazirliyin ən yüksək postunda otururdu, yəni nazir idi. Və bu son zamanlara qədər də nazirliyin davam elətdirdi. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanda bəzi məmurlar Azərbaycan prezidentinin və yaxud Azərbaycan hakimiyyətinin siyasi iradəsindən kənar gətirilir, müəyyən yerlərə qoyulur və ondan sonra onlar istədikləri təxribatı törədirlər. Hətta işdən çıxardır prezident. Baxın, bu adamları faktiki işdən çıxarıb da Sokarın bu, nə bilim, əvvəlki heyətinin, komandasının üzvü olubdur. Bəli, Rövnəq Abdullayev.
Ha, bununla belə bu indi Rövnəq Abdullayevə də bu gətirilib belə deyək, təqdim olunub da. Bu Rövnəq Abdullayev bunu tanımır ki, Rövnəq Abdullayev öz qohum əqrabasını, tanışını, tunuşunu yığmışdı ora. Bu onun qohum əqrabasından da deyil, tanışı, tunuşu da deyil. Amma gətirib ora yerləşdiriblər. O hətta oradan işdən çıxarılandan sonra bu öz işini davam elətdirib. Bu nə deməkdir? Bu o deməkdir ki, nazirliyindən kənarda nazirliyin vəzifəsini həyata keçirən olan özü ən önəmli vəzifəsini. Yəni bu xaricə sən mal satırsan, xaricə mal nəql edirsən və bunu da kim eləyir? Demək olar ki, həmin SOCAR-da oturmayan, SOCAR-la əlaqəsi kəsilən bir şəxs bu işi yürüdürmüş.